Hava rəngi bir dənə ev çəkirəm sizə. Bax, hava ilə rəngli evin rəngi. Həyətə maşın daxil olur. Həyətə maşın daxil olur. Avtobusa çox yaxın bir məsafədir. Gəlin. Bax, bir dənə həyətə maşın daxil olduğu yerdən kürsülüdür, cütdaşlar tikilib. Təmirdən sonra evdə yaşayış olmayıb. Yeri isti döşəmədir. Bunlar hamısı şərtdir. Mətbəx hissəsidir. Burada yerləşir evin sanitar qovşağı. Burada evin yerləşir bir otağı. Görürsünüz, belə bir səliqəli bir otağı var. Yəni, zal kimi istifadə olunur təbii ki burada. Bunun aşağısı yığılacaq yer. Döşəmədir bu. Qalınır bu burada. Nə olur? Bu nəsə dəyişmək lazım buna. Getdi ikinci mərtəbəyə doğru. İkinci mərtəbədə 2 dənə yataq otağı var. Və yer çəkən evdir. 2 tərəfə baxışı var. Bir dənə geniş otağına bax. Otağın biri burada yerləşir. O belə geniş koridor. Bu qıraqlar yığılacaq təbii ki. Bura qalmayacaq böyle. Buranın 2 dənə pəncərəsi var. Evin həyətinə doğru baxır. Qiymət 68.000 manat. Real alıcı ilə təbii ki yerində razılaşma mümkün olacaq. Sağ olun, salamat qalın.